Daha o hepsi. Ha bir dakika. Öyle uzatma kısa konkret. Salam, hörmətli sədir, hörmətli sədirlər və hörmətli izləyicilər. Nəzərinizə çatdırmaq istəyirəm ki, bugün birliyimizin, yəni Könüllü İctimai Nəzarət İctimai Birliyinin təsis olunmasından artıq 2 il 5 ay keçirdir. Və bildirmək istəyirəm ki, hörmətli Prezidentimizin 21-ci il mart ayında Şakirov niye saxladın? Uzunmuşdu da təyər məndən. Pozulmuşdu, əlizdəydi. Təşkilatlarının ictimai nəzarətin vacibliyi ilə əlaqədar çıxışından sonra hörmətli sədrimiz Təyyar Zülfüqarov tərəfindən Könüllü İctimai Nəzarət İctimai Birliyi təsis olunmuşdur. Və biz də həmin gündən, yəni 2-5 ayda hörmətli sədrimizin ətrafında sıx birləşərək bacardığımız qədər dövlətimizə, dövlətçiliyimizə, eləcə də xalqımıza təmənnasız və qərəzsiz xidmət edirik. Və bu günlərdə həmin xidmətimizi davam etdiririk. Və bildirmək istəyirəm ki, bu 2 il yarımda kifayət qədər birlik üzvləri olaraq işlər görmüşük. Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə bacardığımız qədər təmənnasız xidmətimizi bu günlərdə davam etdiririk. Və ona görə də bugünkü gündə mən sizlərin hər birini ayrı-ayrılıqda hörmətli sədrimiz başda olmaqla təbrik edirəm və Allahdan arzu edirəm ki, bizim birliyimizin ömrü daha da uzun olsun. Sizlərə də birliyimizin inkişafında uğurlar diləyirəm. Ən əsası can sağlığı diləyirəm. Çünki can sağlığı olan yerdə insan hər bir işin öhdəsindən gələr. Əlbəttə ki, Allah